Yasamal rayon məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Yusiflinin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. İttihama görə Samir Yusifli Naxçıvan Muxtar Respublikasının qaz istismar xidmətinin təmir tikinti və qurlaşdırma idarəsində baş mühəndis işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir neçə nəfəri işə düzəltmək vədi ilə aldadıb. Belə ki, 2025-ci ilin aprel ayında o, Naxçıvan şəhərində çayxanada tanışlıq əlaqəsi qurduğu Famil Fərəcova yalan vədlər verib. Bundan başqa 2025-ci ilin avqust ayının sonlarında Samir Yusifli əvvəllər iş yoldaşı olmuş zərər çəkmiş Elmir Abbasovu Su Meliorasiya İdarəsində müavin vəzifəsində işə düzəltmək vədi ilə aldadıb. O, Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasının yaxınlığındakı çayxanada zərər çəkmişdən 5000 manat məbləğində pul alaraq mənimsəyib. Həmçinin Samir bir neçə başqa şəxslərlə də şəhərdəki çayxanalarda görüşərək müəyyən vədlər verərək onları aldadıb. 2025-ci ilin aprel-avqust aylarında müxtəlif şəxslərdən övladlarını və ya özlərini vəzifəyə təyin etdirmək adı ilə ümumilikdə 39500 manat pul alaraq mənimsədiyi bildirilir. Müdafiə tərəfi işin ərizə aidiyyatı üzrə Naxçıvan şəhər məhkəməsinə göndərilməsini istəyib. Dövlət ittihamçısı etiraz etsə də məhkəmə vəsatəti əsaslı sayaraq cinayət işinin Naxçıvan şəhər məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.